Bu gün sosial şəbəkədə fəsad çoxdur. İnsanlar qədimdə heç düşünməzdilər ki, bir zaman gələ bilər ki, elə evinin içindən səsini zaps eləyərlər, başqa adama göndərirlər. Elə evinin içində videosunu çəkərlər, ictimaiyyətə göndərirlər, onun abrını tökərlər. Fəsaddır da bu. Qədimdə belə bir şey yox idi. Görürsünüzmü? Dünya inkişaf elədikcə fəsadın növləri də inkişafdadır. İndi insan həyatı rahatdır, amma bundan belə fəsad çoxdur. Qədimdə fəsada düşməkdən ötəri sən gərək günlərlə çalışaydın ki, ta gedib bir dənə fəsad yol tapaydın. İndi qabaqsan məsələn qumar nə cür? Getməliydi qumarxanaya, toyda dizini yerə qoymalıydı, zər atmalıydı, dizinə döşəməliydi. Pul, indi belə şey yoxdur. Bax, qumar gəlib evin içinə, telefonda bu cür elə vurur, qumardır. Qadın da oynayır, uşaq da oynayır, yaşlı da oynayır, orta yaş, hamı qumar oynayır. Qumar qədimdə belə deyil, zəhməti çox idi. Amma o zəhmətinə görə çox adam getmirdi. Amma bu gün zəhməti azdır.